Azərbaycan azad və suveren ərazilərində quruculuqla məşğuldur. Azərbaycanın öz yolu var, maraqlarına uyğun da siyasət yürüdür. Görülən işlər çərçivəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdır. Ötən gün Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışı zamanı sakinlərə evlərinin açarlarının Prezident İlham Əliyev tərəfindən təqdim olunması dediklərimizə əyani sübutdur. Birinci mərhələ üzrə bura 203 ailənin köçürülməsi planlaşdırılır. Məlumat üçün deyək ki, artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdır. Ağdamın Kəngərli və Xıdırlı kəndlərinə də bu il qayıdış olacaq. Digər kəndlərdə hazırda inşaat işləri gedir. Qafqazın Xrosiması adlandırılan Ağdam şəhəri sıfırdan qurulur. İşğaldan sonraki dövrdə bir çox önəmli infrastruktur obyekti istifadə verilib. İlk növbədə yollar, Ağdam, Bərdə yolu yenidən quruldu. Sovet dövründə bu gözəllikdə yol olmamışdır. Ağdam-Xankəndi yolu inşa edilir. Bu da Bərdə-Ağdam yolu kimi dörd zolaqlı yol olacaqdır. Dəmir yolu çəkilir. Yəqin ki, bu il istifadə veriləcək. Yəni Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq. Vağzal kompleksi inşa edilir. Ağdam məscidi bərpa edilmişdir. Azərbaycan azad olunmuş torpaqları öz resursları hesabına yenidən qurur. Ağdamın özünün coğrafi yerləşməsi ilədir ki, dağətəyi və düzənlik hissədədir. İki çayın arasında Xaçın çayın, bu barədə də cənab prezident qeyd etdi ki, ermənilər Xaçın su anbarında suyunu tamam qurutmuşlar. O da tam bərpa edilibdir və artıq yararlı hala gətirilibdir. 100 min hektar ərazini suvarmaq üçün bunlardan istifadə olunacaqdır. Və bu dağlarda və yerdə qalan hansı ki hələ dağıdıb başa çatdıra bilməmişdə ərazilərdə turizm üçün çox geniş imkanlar var. Sarıcalı kəndi 1873 nəfər üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Kənddə 2 mərhələ üzrə 425 fərdi ev tikiləcək. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb. İndi ölkəmiz üçün əsas məsələ işğaldan azad olunmuş ərazilərin dirçəldilməsidir ki, bu yolda Azərbaycan əmin addımlarla irəliləyir.